Həqiqətən də qəbristanlıq çox gözəl yerdir. İnsan gələndə burada rahatlıq tapır, adamın ruhunu dincəldir. Allah ölənlərinizi rəhmət eləsin. Atam ölməmişdən 3 gün qabaq, anam ona yemək verirmiş. Atam deyib ki, ay arvad, ora bax, qardaşım, əynin dəyişir. Anam baxıb deyib, ay kişi, orada bir şey yoxdur, axı deyib, nətər yoxdur, görmürsən, mənim qardaşım orada əynin dəyişir. Həqiqətən də bu dünya keçici bir həvəsdir. Yəni əsl dünya o biri dünyadır. Yəni bu dünya boş dünyadır. Ona görə də çalışasan ki, mehriban olasan, bir-birinin qədrini biləsən, bir-birinə can deyəsən, can eşidəsən. Yəni baxırsan ki, insanlar günü-gündən vəhşiləşir, bir-birinin qəlbinə dəyir. Bəzi insanlar ölümü belə yaddan çıxardır, ölməyəcək kimi yaşayır. Bir-birinə pislik eləyir, xainlik eləyir, imkan vermir kimsə qabağa geçsin. Yəni belə şeylər insana yaraşmayan hadisələrdir. Çalışağın həqiqətən də mehriban olağın. Çünki bizim əsl yerimiz bax bu qəbristanlıqdır. Vaxt olacaq bizim üstümüzə də bu torpağı tökəcəklər. Hər saniyə insana ölüm var.